Xilas. Alfred Lening Suzan Kelvin'in hiperbazadan qayıtmağını gözləyirdi. Hamı onun yaşının 75-dən çox olduğunu bilirdi. Amma o heç vaxt bundan danışmazdı. Ancaq iti zəkası yerində idi. Müəssisənin fəxri elmi rəhbəri olmağı qəbul etmişdi. Bogerti yeni direktor təyin etmişdilər. Ancaq bütün bunlara baxmayaraq o hər gün ofisə gəlirdi. Onların hiperato mühərriki ilə bağlı işləri nə yerdədir? Bilmirəm, soruşmadım. Kelvin əsəbi halda cavab verdi. Ümid edirəm tələsərlər. Çünki tələsməsələr, Consolidated onlara da, təbii ki, bizə də qalib gələcək. Consolidated? Onların söhbətə nə dəxli var? Hesab maşını olan təkcə biz deyilik. Bizimkilərin pozitron beyni var. Amma bu, daha üstün olduqları demək deyil. Robertson sabaha bu məsələ ilə bağlı iclas elan edib. Sənin gəlməyini gözləyirdik. Abbuş Robotlar və Mexaniki Adamlar şirkətinin qurucusunun oğlu Robertson nazik burnunu baş meneceri tərəf uzatdı. Danışarkən hulqumu qalxıb enirdi. Başlaya bilərsiniz. Aydınlaşdıraq, görək nə olub. Baş menecer həyəcanla danışmağa başladı. Vəziyyət belədir, şef. Consolidated Robotlar şirkəti bizə gülməli təkliflə müraciət edib. Bura üzərində müxtəlif rəqəmlər, tənliklər olan 5 ton kağız-kağız gətiriblər. Bu bir riyazi məsələdir. İstəyirlər ki, beyin onun cavabını tapsın. Şərtlər belədir. O qalın barmağı ilə saymağa başladı. Məsələni həll etməyib, təkcə əksik faktorları deyə bilsək, $100,000 verəcəklər. Məsələni həll etsək, $200,000 verəcəklər. Əlavə olaraq, məsələ ilə əlaqəsi olan maşının hazırlanma xərclərini ödəyəcəklər və əldə olunan gəlirinin 1/4-ni bizə verəcəklər. Məsələ ulduzlararası mühərrikin təkmilləşdirilməsi ilə bağlıdır. Robertson qaşlarını çatdı. Artıq bədəni sanki buz tutmuşdu. Baxmayaraq ki, onların özlərində düşünən maşın var, amma bunu bizdən istəyirlər. Bəli, ona görə də təklif şübhəli gəlir, şef. Lever qaldığı yerdən davam etdi. Konfrans masasının o biri başından Abe Lever qalxdı və saqqalını tumarladı. Gülümsəyərək sözə başladı. Məsələ elə bundadır. Consolidated'in düşünən maşını var idi, amma xarab olub. Nə? Robertson həyəcandan az qaldı yerindən atılsın. Bəli, xarab olub, işləmir. Heç kim səbəbini bilmir. Ancaq mən bəzi fərziyyələr eşitmişəm. Məsələn, bizə verdikləri məlumatı eyni ilə maşına verib, ulduzlararası mühərriklər istəyiblər. Nəticədə maşın xarab olub. O indi dəmir-dömür yığınından başqa bir şey deyil. Başa düşürsünüz, şef? Baş menecer çox sevinirdi. Başa düşürsünüz? Kosmos əyrilik mühərriki yaratmağa çalışan hansısa sənaye qrupu yoxdur. Consolidated və Abboş Robotlar öz super beyinli robotları ilə bu sahədə liderdir. Amma Consolidated öz maşınını məhv edib. Beləliklə, bizim qarşımız açılıb. Məsələnin məqsədi elə budur. Eynisini düzəltmək üçün 6 ilə ehtiyac var. Buna görə də vəziyyətləri şuluqdur. Yəqin eyni məsələni bizim beyindən soruşaraq onu da xərab etmək istəyirlər. Abboş Robotlar prezidentinin gözləri az qala hədəqəsindən çıxar. Murdar siçanlar. Dayanın şef, hələ davamı da var. Barmağı ilə işarə verdi. Davam et, Lening. Doktor Alfred Lening konfransı sanki yuxarıdan aşağı baxaraq dinləyirdi. O çox pul qazanan iş və satış bölməsinə qarşı həmişə belə münasibət bəsləyirdi. İnanılmaz dərəcədə ağarmış qaşları yığıldı və səsi qurulaşdı. Elmi baxımdan vəziyyət tam aydın olmasa da, ağıllı analizlər aparıla bilər. Fiziki nəzəriyyənin hazırki şəraitində ulduzlararası səyahət. Şübhəlidir. Məsələ çox tərəflidir. Consolidated'in öz düşünən maşınına verdiyi məsələ bizə verdikləri ilə eynidirsə, məsələ geniş müzakirə olunmalıdır.
Riyaziyyat şöbəmiz məsələni analiz edir. Belə görünür ki, Consolidated hər şeyi bura qatıb. Bizə təklif olunan material Franchiaki'nin kosmos əyriliyi nəzəriyyəsi və məsələ ilə əlaqəli astrofiziki və elektronik məlumatlardan ibarətdir. Bu da kifayət qədər çoxdur. Robertson onun sözlərini rahatlıqla dinləyirdi. Müdaxilə etdi. Məlumat beynin həll edə bilməyəcəyi qədər çoxdur. Lenin qətiyyətlə başını yellətdi. Xeyr, beynin anlama həcminin limiti yoxdur. Bu başqa məsələdir. Yəni, robot qanunları ilə əlaqəlidir. Məsələn, beyin məsələnin həllində insanların ölümünə və ya yaralanmasına səbəb olacağını başa düşsə, onun cavabını vermir. Ona görə də belə həll olunan məsələ həll edilməyəcək məsələdir. Əgər problemin həlli qətiyyətlə tələb olunarsa, beyin də hər şeydən əvvəl robot olduğuna görə dilemma qarşısında qalır. Sualı cavablasın, yoxsa cavablamasın. Consolidated'in maşınının başına da yəqin bu hadisə gəlib. O fasilə verdi. Amma baş menecer onu tələsdirirdi. Davam edin, Dr. Lening. Hər şeyi mənə izah etdiyiniz kimi izah edin. Lening dodaqlarını sıxdı. Qaşlarını qaldırıb Dr. Susan Kelvinə baxdı. Kelvin bayaqdan bəri gözlərini sinəsində çarpazladığı qollarına dikib oturmuşdu. Başını qaldırdı, səssiz və solğun idi. Bir robotun dilemma qarşısındakı reaksiyası təəccüb doğurur, deyə xanım Kelvin sözə başladı. Robot psixologiyası mükəmməl deyil. Bunu bir mütəxəssis kimi deyə bilərəm. Ancaq bəzi keyfiyyət terminləri ilə müzakirə oluna bilər. Çünki robotun pozitron beyni nə qədər qarışıq da olsa, insanlar tərəfindən yaradılıb. Ona görə də insani dəyərlərə əsasən qurulub. Deməli, bir insan həlli mümkünsüz vəziyyətlə qarşılaşanda buna adətən reallıqdan uzaqlaşmaqla cavab verir. Yəni xəyal dünyasına girir. Ya da içməyə başlayıb isteriya keçirir, ya da özünü körpüdən atır. Bunun hamısı nəticə etibarilə eyni şeydir. Vəziyyəti rədd etmək və ya üzləşə bilməmək. Robot da dilemma ilə üzləşəndə yaxşı halda ötürücülərinin yarısı xarab olur. Pis halda isə pozitron beyin kanallarını təmir edilməyəcək şəkildə yandırır. Aydındır, Robertson dedi, amma əslində heç nə başa düşməmişdi. Yaxşı, bəs Consolidated'ın bizə verməyi arzuladığı məlumatlar necə? Şübhəsiz ki, bu qadağan olunmuş məlumatlar siyahısına daxildir, Dr. Kelvin dedi. Ancaq bizim beyin Consolidated'ın robotundan fərqlidir. Bu düzdür, şef, düzdür. Baş menecer həyəcanla Kelvinin sözünü kəsdi. Mən istəyirəm, siz bunu tam başa düşəsiniz. Çünki vəziyyətin əsas məğzi də budur. Susan Kelvinin gözləri eynəyin arxasından parıldadı. O səbirlə davam etdi. Super düşüncə də daxil olmaqla Consolidated'ın maşınlarının insan kimi duyğusu yoxdur. Onları maşının işləməyindən başqa heç nə maraqlandırmır. Belə də olmalıdır. Çünki emosional pozitron beyin kanalları patenti ABŞ robotlarındadır. Onların düşüncə maşını sadəcə böyük miqyaslı hesab maşınıdır. Dilemmanın onu xarab etməsi gözləniləndir. Halbuki bizim beynin bir şəxsiyyəti var və bu uşaq şəxsiyyətinə bənzəyir. O həm ali deduktiv beyindir, həm də hədsiz savadlı, lakin axmaq alimə bənzəyir. Nə etdiyini başa düşmür, sadəcə edir. Uşaq kimi olduğu üçün daha dözümlüdür. Həyatı ciddi qəbul etmir, deyə bilərik. Robopsixoloq davam etdi. İndi belə edirik. Consolidated'ın verdiyi məlumatları məntiqi bölmələrə ayıracağıq. Bölmələri beyinə ayrı-ayrı və ehtiyatla yedizdirəcəyik. Dilemma yaradan faktor daxil olanda beyin uşaq xasiyyətinə malik olduğuna görə duruxacaq. Onun mühakimə hissi yetkinləşməyib. Buna görə də dilemmanı başa düşməyi müəyyən vaxt alacaq. Bu zaman beyin kanalları hərəkətə keçib, xarab olmağa vaxt tapmamış, həmin bölməni istər-istəməz rədd edəcək. Robertsonun hulqumu hərəkət etdi. Əminsiniz? Dr. Kelvin səbirsizliyini gizləməyə çalışdı.
Qəbul edirəm, belə danışanda məntiqli səslənmir. Ancaq riyazi izah vermək də anlaşılmazlıq yaradacaqdı. Əmin olun, məsələ dediyim kimidir. Baş menecer qəfildən söhbəti tamamladı. Vəziyyət belədir, şef. Anlaşmanı qəbul etsək, onu bu formada həll edə bilərik. Beyin bizə hansı məlumatın dilemma yaradacağını deyəcək. Bundan sonra dilemmanın yaranma səbəbini öyrənə bilərik. Düz deyil, doktor Bogert. Qarşınızdakı tapa biləcəyiniz ən yaxşı riyaziyyatçı doktor Bogertdir, şef. Consolidated səbəbi ilə birlikdə həll yoxdur cavabı verib $100,000 alarıq. Onların əlində xarab, bizdə isə salamat maşın qalar. 1 ya 2 ilə də insanların hiperatom motor adlandırdığı kosmos əyrilik mühərrikini təkmilləşdirərik. Adına hər nə deyilirsə deyilsin, o möhtəşəm olacaq. Robertson yavaşca irişdi və əlini uzatdı. Müqaviləni verin, imzalayıram. Susan Kelvin beynin ciddi rejimdə qorunduğu zirzəmiyə daxil olanda texniklərdən biri ona sual verirdi. Bir yarım toyuq, bir yarım gündə, bir yarım yumurta yumurtlayırsa, 9 toyuq, 9 gündə neçə yumurta verər? Beyin cavab verdi. 54. Texnik digərinə dedi. Gördünmü, axmaq? Doktor Kelvin öskürdü və işçilər arasında qəfil çaxnaşma yarandı. Psixoloq əl işarəsi ilə hamını çölə göndərdi və beyinlə tək qaldı. Beyin 60 sm hündürlüyü tamamilə titrəşməyən və radiasiyasız heliumdan ibarət kürə idi. Mərkəzdə indiyədək görülməmiş dərəcədə sıxlığa malik pozitron toru var idi və beyin adlanırdı. Otağın qalan hissəsi beyinlə ətraf arasında vasitəçilik edən cihazlarla əhatələnmişdi. Bu cihazlar beynin səsi, qolları, hiss orqanları sayılırdı. Doktor Kelvin sakitcə soruşdu. Necəsən beyin? Beyin həvəslə və ucadan əlayam, Süzan xanım. Məndən nəsə soruşacaqsınız. Çünki məndən nəsə soruşmaq istəyəndə həmişə əlinizdə kitab olur. Doktor Kelvin yüngülcə güldü. Haqlısan, ancaq hələ yox. Sual çox qarışıqdır. Ona görə də sənə yazılı verəcəyik. Amma indi deyil. Düşündüm, əvvəlcə sənlə danışmalıyam. Yaxşı, etirazım yoxdur. Deməli, beyin. Birazdan doktor Lening və doktor Bogert qarışıq bir sualla burada olacaqlar. Sualı sənə yavaş-yavaş bir-bir verəcəyik. Çünki diqqətli olmağını istəyirik. Əldə olunan məlumatlar əsasında sənin bir nəticəyə gəlməyini istəyəcəyik. Ancaq xəbərdarlıq edim ki, məsələ həlli insana zərər verə bilər. Aman Tanrı, nidası səsləndi. Buna diqqət yetirməlisən. Zərər, hətta ölüm haqqında olan vərəqə çatanda həyəcanlanma. Beyin, bu vəziyyətdə heç nə bizi maraqlandırmır. Hətta ölüm də. Ona görə həmin vərəqə çatanda dayan və səhifəni geri qaytar. Bu qədər. Başa düşdün? Əlbəttə. Tanrım, insanların ölümü. Ah, ilahi. Deməli, beyin. Doktor Lening və doktor Bogertin gəldiyini eşidirəm. Onlar sənə məsələni izah etdikdən sonra başlayacağıq. Özünü yaxşı apar. Vərəqlər yavaşca beyinə daxil edildi. Daxil olan hər kağızdan sonra beyin qəribə qəhqəhəyə bənzər səs çıxarırdı. Sonra digər kağız üçün hazır olduğunu göstərən səssizlik yaranırdı. Bir neçə saat ərzində beyinə 17 cildlik riyazi fiziki məsələlər olan kağız daxil edildi. Proses zamanı hamı qaşlarını çatmışdı. Lening dodağının altında donquldanırdı. Bogert əvvəlcə şübhə ilə dırnaqlarına baxdı və sonra fikirli-fikirli onları yedi. Sonuncu qalın kağız yığını veriləndə Kelvinin üzü ağardı. Nəsə oldu? Sözlər Leningin dilindən çətinliklə çıxdı. Ola bilməz. O öldü? Beyin? Susan Kelvin titrəyirdi. Məni eşidirsən, beyin? Nə? Fikirli-fikirli cavab gəldi.
Mənimləsiniz? Həll. Həllimi? Bunu edə bilərəm. Əgər mənə robotlar versəniz, sizə böyük gəmi tikərəm. Gözəl bir gəmi. Bu təxminən 2 ayımı alacaq. Çətinliklə qarşılaşmadın? Hesablamaq xeyli vaxt apardı, beyin dedi. Doktor Kelvin geri addımladı. Üzü hələ də ağappaq idi. Digərlərinə əri ilə işarə etdi ki, çıxsınlar. Ofisdə yığıldılar. Bunu başa düşə bilmirəm. Verilən məlumatda ölümlə əlaqəli dilemma olmalıydı. Əgər nəsə problem yarandısa... Bogert sakitcə dedi. Maşın danışa bilir, özü də məntiqli danışır. Deməli, dilemma ilə qarşılaşmayıb. Psixoloq tez cavab verdi. Dilemma var. Dilemmadan xilas olmağın müxtəlif yolları da var. Təsəvvür edin, beyin azca zədələnib. Bu zədə o dərəcədədir ki, öz səhvlərini görmür. Tapşırığı həll edə biləcəyini düşünür. Əslində isə onu bacarmır. Ya da həqiqətən pis bir şeyin kənarında səndələyir və kiçik bir təkan onu yıxacaq. Bəlkə... Lenin dedi. Bəlkə dilemma yoxdur. Bəlkə Consolidated'ın maşını başqa sual ucbatından ya da mexaniki səbəblərdən xarab olub. Elə olsa da riskə gedə bilmərik, Kelvin israr etdi. Qulaq asın, indidən belə heç kim beynin qabağında nəfəs belə almayacaq. Ona mən nəzarət edəcəm. Yaxşı, Lenin ah çəkdi. Nə istəyirsən et. Bu müddət ərzində beyinə imkan verəcəyik ki, gəmini düzəltsin. Əgər düzəldə bilsə, onu sınaqdan keçirməliyik. Biraz fikirləşib əlavə etdi. Bu sahədə ən bacarıqlı işçilərimizə ehtiyac var. Michael Donovan əli ilə qırmızı saçlarını sərt formada geriyə daradı və əlini çəkən kimi dərhal qabarmağına da fikir vermədi. Bizim növbəmizdir, Greg. Dedilər gəmi hazırdır. Onun nə olduğunu bilmirlər, ancaq bitib. Getdik, Greg. Gedək, nəzarəti əlimizə alaq. Powell yorğun. Kəs səsini, Mike. Zarafatının duzu yoxdur, üstəlik belə qapalı yerdə. Heç dözə bilmirəm. Yaxşı, qulaq as. Donovan bir mənası olmasa da saçını yenə düzəltdi. Dəmirdən düzəlmiş dahi və onun qalay gəmisinə görə narahat deyiləm. Mənim məzuniyyətim məhv olur. Burada saqqaldan və problemli rəqəmlərdən başqa heç nə yoxdur. Görəsən belə işləri niyə bizə verirlər? Çünki bizi itirsələr, nəsə itirmiş olmurlar. Powell sakitcə cavab verdi. Yaxşı, özünü ələ al, doktor. Lenin'in qaşları həmişəki kimi çatılmışdı. Bədəni yaşına görə dik və həyat dolu idi. O, Donovan və Powell ilə birlikdə açıq sahəyə çıxdı. Burada robotlar insan olmayan rəhbərin göstərişi ilə səssizcə gəmini tikirdilər. Daha doğrusu, gəmi artıq hazırlanmışdı. Lenin dedi. Robotlar dayanıb, bugün heç bir hərəkət etməyib. Yəni, gəmi tamamilə hazırdır? Powell soruşdu. Hardan bilim axı? Lenin qəsəbə halda deyib, üz gözünü elə büzüşdürdü ki, gözləri yoxa çıxdı. Elə çıxır ki, iş bitib. İstifadəsiz bircə detal da qalmayıb. İçi də par-par parıldayır. İçində olmusunuz? Tələsik girib çıxmışam. Mən kosmonavt deyiləm. İkinizdən biri mühərrik nəzəriyyəsini bilir. Donovan Powell'ə, Powell də Donovana baxdı. Donovan dedi, diplomum var. Ancaq onu hipermühərrik və əyrilik naviqasiyasından başım çıxdığına görə veriblər. Bu sadəcə 3 ölçülü adi uşaq oyuncağıdır. Alfred Lenin narazı nəzərlərlə başını yellədi. Neyləməli? Bizim mühərrik mütəxəssislərimiz də var. Lenin çıxıb getməyə hazırlaşırdı ki, Powell onun qolundan tutdu. Cənab, gəmiyə girmək hələ də qadağandır. Qoca müdir duruxdu. Sonra burnunun üstünü ovuşdurub, məncə yox, hər ikinizə icazə var. Lenin çıxıb gedəndə Donovan arxasından baxıb dodaqaltı nəsə donquldandı. Sonra Powell'ə tərəf çevrildi. Greg,
ona kim olduğunu başa sala bilərdim. Elə düşün ki, başa salmısan. Getdik, Mike. Gəminin içi tamamlanmışdı. İndiyə kimi görülməmiş bir gəmi idi. Göz ucu ilə baxmaq belə yeni olduğunu anlamaq üçün kifayət edirdi. Heç bir insan gəminin içini robotlar qədər parıldada bilməzdi. Divarlar gümüş kimi cilalanmışdı. Üstündə bircə barmaq izi də qalmamışdı. Burada künclər yoxdu. Divarlar, döşəmə və tavan bir-birinə birləşirdi və gizli işıqların soyuq, metallik parıltısında insan altı əksini görə bilirdi. Əsas dəhlizlər dar tunelə bənzəyirdi və bir-birinə oxşar, sərt, yeriyərkən səs çıxaran otaqlara açılırdı. Powell dedi, məncə mebellər divarın içindədir. Yoxsa elə çıxır biz nə otura biləcəyik, nə də yata biləcəyik. Buruna yaxın axırıncı otaq digərləri kimi deyildi. Burada işığı əks etdirməyən əyri pəncərə və aşağıda hərəkətsiz əqrəbi sıfırı göstərən balaca bir sferblat var idi. Donovan, buna bax, deyib şkalanın üstündə yazılan bir sözü göstərdi. Orada parseklər, sağ ucunda isə 1 milyon yazılmışdı. Burada ağır, geniş, yastıqsız 2 stul var idi. Powell ehtiyatla oturdu və gördü ki, stul bədənə uyğunlaşır və rahatdır. Powell soruşdu, gəmi haqqında nə düşünürsən? Zənnimcə beynin qızdırması var. Gəl çıxaq buradan. Əminsən ki, biraz da baxmaq istəmirsən? Kifayət qədər baxdım. Gəldim, baxdım, gedirəm. Donovanın kürən saçları tikan kimi dururdu. Greg, gəl çıxaq buradan. Mən 5 saniyə əvvəl istifa vermişəm. Sənə və başqa işçilərə isə bura daxil olmaq qadağandır. Powell özündən razı halda gülümsündü və bığını sığalladı. Yaxşı, Mike. Qamma axan adrenalin kranını bağla. Mən də narahat idim. Ancaq indi deyiləm. Deyilsən? Necə oldu bu? Təzə sığortalanmısan? Mike, bu gəmi uça bilməz. Hardan bilirsən? Bütün gəmini gəzdik, elə deyil? Elədir deyəsən. Əmin ol ki, gəzdik. Bu otaqdan başqa pilot otağı gördünmü? Və parsekləri ölçən bir dənə alət var. Başqa nəzarət aparatı görürsən? Xeyr, bəs mühərrik görürsən? İlahi, yox. Yaxşı, onda gedək, xəbəri Leningə verək. Bənzər dəhlizlərdən söyə-söyə keçdilər və nəhayət təsadüfən hava bölməsinə gedən qısa keçidi tapdılar. Donovan birdən donub qaldı. Greg, qapını sən kilidlədin? Xeyr, mən heç ona toxunmamışam belə. Dəstəyi çəkə bilərsən? Donovan var gücü ilə dəstəyi tərpətməyə çalışdı, amma onu yerindən tərpədə bilmədi. Powell dedi, təcili yardım çıxışı da görmürəm. Əgər qəza vəziyyəti yaransa bizi çölə çıxartmalıdırlar. Aha, kimsə axmağın birinin bizi kilidlədiyindən xəbər tutmasa, burada qalacağıq. Donovan narahatlıqla əlavə etdi. Gəl bayaqki otağa qayıdaq, oradan siqnal yollaya bilərik. Amma bunu edə bilmədilər. Otaqdakı illuminatordan artıq mavi səma görünmürdü. Hər yer qaranlıq idi. Ətrafa səpələnmiş ulduzlar onlara kosmosda olduqlarını başa düşməyə kömək etdi. Hər ikisi boğuq səslə stula çökdü. Alfred Lening ofisinin qarşısında doktor Kelvinlə qarşılaşdı. Əsəbi halda siqaretini yandırıb əli ilə içəri girməsini istədi. Yaxşı, Susan, biz məsələni çox uzatdıq. Robertson isə əsəbləşir. Sənin beyin leşləri nə yerdədir? Susan Kelvin əllərini araladı. Səbirsizliyin heç bir faydası yoxdur. Beyin bu müqavilədən əldə edəcəyimizdən daha dəyərlidir. Amma 2 ayda onu sorğu-sual edirsən. Psixoloq soyuqqanlı olsa da səsində hədə sezilirdi. Bəlkə bu işlə mənim yerimi özün məşğul olasan. Nə demək istədiyimi bilirsən, Susan? Mən də bilirəm. Doktor Kelvin əsəbi halda əllərini ovuşdurdu. Bu asan deyil. Onun nazı ilə oynayıb sorğu-suala çəkirəm. Amma nəyəsə nail olmaq mümkün deyil. Normal qarşılıq vermir. Cavabları da əcaibdir.
Amma yenə də dəqiq nəsə təsbit etməmişəm. Problemin nə olduğunu tapana kimi diqqətli olmalıyıq. Hansı sadə sualın ya da işarənin onu xarab edəcəyini bilmirəm. Ehtiyatlı olmasam, əlimizdə tamamilə yararsız bir beyin qalacaq. Belə şeylə üzləşmək istəyirsən? Yaxşı, o birinci qanuna qarşı gələ bilməz. Mən də belə düşünürdüm, amma... Əmin deyilsən? Lenik daxili şok keçirdi. Artıq heç nəyə əmin ola bilmirəm, Alfred. Qəfildən həyəcan siqnalları qorxulu şəkildə çaldı. Lenik iflic olmuş kimi əlaqə sisteminə toxundu. Qarşıdan gələn təngə nəfəs səs onu yerindən dondurdu. Susan, eşitdin? Gəmi gedib, yarım saat əvvəl o 2 mütəxəssisi gəminin içində yolladım. Beyinlə təcili görüşməlisən. Susan Kelvin özünü sakit tutmağa çalışaraq soruşdu. Beyin, gəmi hanı? Beyin şən-şən dedi. Mənim düzəltdiyim gəmi, Susan xanım. Bəli, o. Nə oldu ona? Niyə soruşursunuz? Heç nə olmayıb. Gəmini, daxilini yoxlayacaq 2 mütəxəssis içəri girəndə hər şey hazır idi. Ona görə də gəmini göndərdim. Ah, əla. Psixoloq çətinliklə nəfəs aldı. Səncə onlara nəsə olmaz? Əlbəttə olmaz, Susan xanım. Hər şeyin qayğısına qalmışam. O çox gözəl. O çox gözəl gəmidir, çox. Hə, beyin, elədir. Ancaq səncə kifayət qədər yeməkləri var? Onlara orada rahat olacaq? Beyin laqeydliklə. Onlar yaxşıdırlar. Bu, onlar üçün də maraqlı olacaq. Maraqlı? Necə? Sadəcə maraqlı olacaq. Beyin bic-bic dedi. Susan, Lenik pıçıldadı. Ondan soruş, bu ölüm təhlükəsi yaratmayacaq ki. Ondan təhlükə barədə soruş. Susan, Susan, Lenik pıçıldadı. Ondan soruş, bəlkə... Ondan soruş ki, bu ölüm təhlükəsi yaratmayacaq ki. Ondan təhlükə barədə soruş. Susan Kelvinin üzü əsəbdən yığıldı. Sakit dayan, əsə-əsə beyinə dedi. Gəmi ilə əlaqə saxlaya bilərik? Radiodan zəng vursanız, sizi eşidə bilərlər. Bunu həll etmişəm. Təşəkkürlər, hələlik bu qədər. Çölə çıxan kimi Lenik əsəbi halda qışqırdı. Müqəddəs qalaksi, Susan, əgər bu söhbət eşidilsə məhv olarıq. Onları geri gətirməliyik. Niyə birbaşa ondan ölüm təhlükəsi olub olmadığını soruşmadın? Çünki, Kelvin yorğun halda dedi, birbaşa deyə bilmərəm. Əgər o dilemma ilə üzləşibsə, bu ölümlə bağlıdır. Bu haqda nəsə demək onu tamamilə xarab edə bilər. Bu səncə daha yaxşı olar? İndi qulaq as. O dedi ki, gəmi ilə əlaqə qura bilərik. Gəl bunu edək. Yerlərini müəyyənləşdirib onları geri gətirək. Böyük ehtimal onlar idarə etməni bacarmırlar. Beyin çox güman ki, gəmini uzaqdan nəzarətdə saxlayır. Getdik. Powell bir müddət sonra titrəyərək özünə gəldi. Mike, o soyuq dodaqlarının arasında dilləndi. Sürətləndiyimizi hiss etdin? Donovan boş-boş baxırdı. Nə? Yox. Sonra kürən saçlı yumruğunu düyünlədi və qəfil sıçrayışla yerindən qalxıb soyuq, geniş əyri şüşəyə yaxınlaşdı. Ulduzlardan başqa heç nə yox idi. Üzünü Qregə çevirib, Qreg, onlar gəmini biz içəridə olanda işə salıblar. Onlar robotlarla əlbir olublar. Çünki düşündülər ki, gəmini idarə etməkdən vaz keçərik. Powell dedi, sən nə danışırsan? Əgər gəmini necə idarə edəcəyimizi bilmiriksə, bizi bura göndərməyin nə mənası var? Bunu geri qaytaracağımızı necə düşünürlər? Yox, bu gəmi havaya öz-özünə həm də surət yıxmadan qalxdı. O, ayağa qalxıb ətrafda gəzişməyə başladı. Addımları metal səthi əks-səda verdi. Heç nə ifadə etməyən tonla dedi. Mike, bu indiyə kimi üzləşdiyimiz ən qarışıq vəziyyətdir. Nə yaxşı dedin.
Yenicə əylənməyə başlayırdım ki, reallığı üzümə vurdun. Powell ona fikir vermədi. Surət yığmadı. Bu o deməkdir ki, gəmi ümumiyyətlə naməlum prinsiplərlə idarə olunur. Ən azından bizim bildiyimizdən fərqli prinsiplərlə. Ümumiyyətlə, bilinən bütün prinsiplərlə. Burada əllə idarə edilə biləcək mühərrik yoxdur. Bəlkə də onları divarların içində quraşdırıblar. Ona görə divarlar belə qalındı. Öz-özünə danışırsan? Donovan soruşdu. Niyə qulaq asmırsan? Gəmi əllə istifadə olunacaq şəkildə hazırlanmayıb. Məncə gəmi məsafədən idarə olunur. Beyin idarə edir? Ola bilməz. Onda belə çıxır ki, beyin bizi qaytarana kimi burada qalacağıq. Ola bilər. Əgər elədirsə, gəl gözləyək. Beyin də robotdur. Birinci qanuna tabi olmalıdır. O, insan övladına zərər verə bilməz. Donovan ehmallıca oturdu. Beləmi düşünürsən? Ehtiyatla saçlarını düzəltdi. Qulaq as. Kosmos əyriliyə bağlı zirzibil Consolidated'in robotunun axırına çıxıb. Riyaziyyatçılar isə izah edir ki, ulduzlar arası səyahət insanların ölümünə səbəb olur. Hansı robota inanacaqsan? Başa düşdüyüm qədər bizimkində də eyni məlumatlar var. Powell dəli kimi bığını dartışdırırdı. Robototexnika haqqında bilmirmişsən kimi danışma, Mike. Bir robotun birinci qanuna qarşı gəlməsi üçün ilk olaraq detalların bir hissəsi sıradan çıxmalıdır. Belə olanda isə maşın dəmir-dömür yığınına dönər. Başımıza gələnlərin daha sadə bir izahı olmalıdır. Əlbəttə. Qulluqçuya deyərsən, sabah məni oyadar. Yuxudan əvvəl belə boş-boş şeylər üçün həyəcanlanmağa gərək yoxdur. Yupiter xətrinə, Mike, şikayətin nədir? Beyin bizim qayğımıza qalacaq. Bura istidir, işığı var, havası var. Saçını dağıdacaq qədər sürət də yoxdur. Söz yox, saç düzümünün korlanması üçün əvvəlcə o saç düzümünün olması lazımdır. Amma neysə. Elə, Greg, sən deyəsən gəmini idarə etməklə bağlı dərslərə qatılmısan? Yoxsa belə surətlə polyananı keçə bilməzdin? Nə? Nə yeyəcəyik? Nə içəcəyik? Hardayıq? Necə geri qayıdacağıq? Qəza baş versə hansı çıxışdan və hansı skafandırda çıxacağıq? Daha doğrusu qaçacağıq. Gəmidə hamam da yoxdur. Ya da hamamda istifadə olunan əşyalar. Düz deyirsən, bizim qayğımıza qalırlar. Bir səs Donovanın həyəcanlı nitqini kəsdi. Amma Powell'in səsi deyildi. Ümumiyyətlə insan səsi deyildi. Səs havada əks-sada verirdi. Çox yüksəkdən və qorxuducu idi. Gregory Powell, Michael Donovan. Gregory Powell, Michael Donovan. Zəhmət olmasa, indi harda olduğunuzu bildirin. Əgər gəmini idarə edə bilirsinizsə, bazaya geri qayıdın. Gregory Powell, Michael Donovan. Mesaj mexaniki şəkildə müəyyən aralıqlarla təkrarlanırdı. Donovan dedi. Səs hardan gəlir? Bilmirəm. Powell həyəcan içində pıçıldadı. İşıqların da, səsin də hardan gəldiyini bilmirəm. Necə cavab verəcəyik? Onlar yalnız təkrarlanan səslər dayananda danışa bilirdilər. Divarlar qırılmaz, hamar, qıvrım metallardan ibarət idi. Powell dedi. Gəl qışqıraq. Belə dilədilər. Həm növbə ilə, həm də birlikdə qışqırdılar. Yerimizi bilmirik. Gəmini biz idarə etmirik. Vəziyyətimiz ümidsizdir. Qışqırmaqdan boğazları ağrıdı. Qışqırıq və söyüşlər gələn səsə qarışmışdı. Ancaq soyuqqanlı səs yorulmadan eyni şeyləri təkrarlayırdı. Donovan təngi nəfəs dedi. Bizi eşitmirlər. Radio cavablayıcı yoxdur. Sadəcə qəbul edici var. Gözlərini kör kimi divardakı nöqtəyə zillədi. Əks-sada verən səs nəhayət yumşaldı və zəiflədi. Səs pıçıltıya çevriləndə onlar yenə cavab verməyə çalışırdılar.
Səs tamamilə kəsiləndə də boğuq səslə davam edirdilər. Təxminən 15 dəqiqə sonra Powell tamam heydən düşdü. Gəl gəmini yenidən gəzək. Hardasa yeməyə nəsə olmalıdır. Səsi ümidli deyildi. Hətta məğlubiyyəti qəbul etmiş kimi danışırdı. Biri dəhlizin sağına, digəri soluna getdi. Ayaqlarının səsindən bir-birinin yerini hiss edir və bəzən dəhlizdə qarşılaşırdılar. Bu zaman bir-birinə acıqlı-acıqlı baxır və keçib gedirdilər. Powell'in axtarışları qəfil kəsildi və eyni vaxtda Donovanın sevincdən qışqırdığını eşitdi. Hey, Greg! Səsi sanki ulayırdı. Gəmiyə su gəlir. Bunu necə görməmişik? Baxmayaraq ki, nə duş, nə də hamam var. Sözü boğazında qaldı. Yemək! Donovanın nəfəsi kəsiləcəkdi. Divar aşağı düşmüş və 2 rəf peyda olmuşdu. Yuxarıdakı rəf fərqli ölçü və formalı etiketsiz tənəkə qutularla doldurulmuşdu. Aşağı rəfdəki duru konservlər eyni ölçüdə idi. Donovan ayağının altında soyuq nəsə hiss etdi. Aşağı qat soyuducu idi. Necə? Bu əvvəlcə burada deyildi. Powell qısaca dedi. Mən içəri girəndə divarın bölməsi aşağı düşdü. Yeməyə başladı. Konserv özü isidilən qablaşdırmada, yanında da bir qaşıq var idi. Bişmiş isti lobyanın iyi otağı doldurdu. Konserv götür, Mike. Donovan duruxdu. Menyuda nə var? Hardan bilim? Yemək seçməyə başladın? Yox, amma bütün gəmilərdə lobya yemişəm. Başqa yemək olsa ondan başlayardım. Əlini uzadıb parıltılı ellips formalı konservi götürdü. Qablaşdırmadan içində qızıl balıq ya da başqa dadlı nəsə olduğunu düşündü. Basıb qapağı açdı. Lobya! Donovan sanki uladı və əlini başqasına uzatdı. Powell onu şalvarından çəkib dedi. Yaxşısı budur, elə onu ye. Ağıllı ol. Tədarük limitlidir və biz burada uzun müddət qala bilərik. Donovan qaşqabaqla geri çəkildi. Əlimizdə təkcə bu var. Lobyalar. Ola bilər. Aşağı rəfdə nə var? Süd. Təkcə süd. Donovan qışqırdı. Elə görünür. Səssizcə lobyadan yeyib süddən içdilər və otaqdan çıxanda gizli divar yuxarı qalxdı və yenidən qüsursuz səthə çevrildi. Powell ah çəkdi. Hər şey avtomatikdir. İndiyə kimi özümü belə çarəsiz hiss etməmişdim. Sənin su kranın hardadır? Orada. Birinci dəfə baxanda orada deyildi. 15 dəqiqə sonra şüşəli otağa qayıtdılar və üzbəyi stullarda oturub bir-birinə baxdılar. Powell məyusluqla otaqdakı ölçü alətinə baxdı. Onun üzərində hələ də Parskler yazılmışdı və rəqəmlər hələ də 1 milyonda bitirdi. Əqrəb də 0 göstərməyə davam edirdi. ABŞ Robotlar və Mexaniki Adamlar şirkətinin məxfi ofislərindən birində Alfred Lenning yorğun-yorğun məlumat verməyə çalışırdı. Onlar cavab verməyəcək. Hər cürə dalğa növünü yoxladıq. İctimai, xüsusi, kodlu, düz, hətta subeterlərdən də istifadə etdik. Beyindən nə xəbər var? Bu sualı doktor Kelvinə verdi. O bu haqda məlumat vermək istəmir, Alfred. O, bu haqda ətraflı məlumat vermək istəmir, Alfred. Susan sözləri bir-bir vurğulayaraq dedi. Deyir ki, onlar bizi eşidir. Mən biraz da cəhd edəndə mısmırığını sallayır. Amma belə bir şey etməməlidir. Mısmırığını sallayan robot harda görülüb? Güman edirəm öyrəndiklərinizi bizə deyəcəksiniz, Susan. Bogert dedi. Deməli belə, o gəmini tamamilə idarə etdiyini qəbul edir. Təhlükəsizliklə bağlı nikbin danışır. Amma detalları açıqlamır. Onu zorla danışdırmağa cəsarətim çatmır. Yaranan problemin ulduzlararası sıçrayışla bağlı olduğunu düşünürəm. Söhbət açılanda açıq-aşkar güldü. Anormallığına səbəb olacaq başqa bir neçə göstərici də var.
Ancaq bu ən yaxın ehtimaldır. Yəni demək istəyirəm ki, sinir gərginliyi keçirir. Söhbəti tez bağladım. Ümid edirəm ona zərər vermədim. Ancaq bu mənə ipucu verdi. Sinir gərginliyini aradan qaldıra bilərəm. Mənə 12 saat verin. Beyni normal vəziyyətinə qaytara bilsəm, onda gəmi də qayıdacaq. Bogert tutuldu. Ulduzlar arası sıçrayış. Nə oldu? Kelvin və Lening eyni vaxtda qışqırdılar. Beynin mühərriklə əlaqəli bizə verdiyi rəqəmlər. Ağlıma bir şey gəldi. O sürətlə otağı tərk etdi. Lening onun arxasınca baxdı. Sonra kobudca, "Sən öz işini həll et, Susan," dedi. 2 saat sonra Bogert həvəslə danışırdı. "Dedim sənə, Lening, vəziyyət budur. Ulduzlar arası sıçrayış işıq sürəti qədər ani və uzun deyil. Sonu var. Kosmos əyriliyində həyat mövcud ola bilməz. Maddə və enerjinin varlığı nə formada ola biləcəyini bilmirəm, amma bir forması var. Consoldated'in robotunu da bu öldürdü." Donovan yorğun görünürdü. "Cəmi 5 gün. Əminəm." Donovan çarəsiz ona baxdı. Şüşənin arxasından görünən ulduzlar tanış, bir o qədər də donuq idi. Divarlar buz kimi idi. Biraz əvvəl parıldayan işıqlar solğunlaşmışdı. Əqrəb hələ də 0 göstərirdi və lobyaların dadı Donovanın ağzından getmirdi. O utana dedi. "Çimmək istəyirəm." Powell bir anlıq başını qaldırdı və dedi. "Mən də. Süddə çimiyib içkisiz qalmağı gözə alırsansa, onda utanmaya bilərsən." "Axır əvvəl içkisiz qalacağıq. Greg, bu ulduz səyahəti hardan çıxdı axı? Bilirsənsə mənə də de. Ola bilsin yolumuza davam edəcəyik və nəhayət ora çatacağıq. Ya da heç olmasa skeletimizin qalıqları çatacaq. Elə beynin əsas xarab olma səbəbi də bizim ölüm ehtimalımız deyilmi?" Donovan arxasını Powell'e çevirib oturmuşdu. "Greg, bayaqdan fikirləşirəm. Vəziyyət çox pisdir. Ətrafda gəzişib öz-özümüzə danışmaqdan başqa edə biləcəyimiz heç nə yoxdur. Kosmosda qalmış adamlar haqqında hekayələri bilirsən. Acından ölməzdən əvvəl hamısı dəli olub. Bilmirəm, Greg. İşıqlar parlaqlaşandan bəri özümü qəribə hiss edirəm." Bir qədər səssizlik oldu. Ardınca Powell'in səsi titrədi. "Mən də. Nə hiss edirsən?" Qızılbaş üzünü çevirdi. "İçimdə qəribə his var. Sanki içimdə nəsə güpuldayır. Nəfəs almaq çətinləşir. Sakit dayana bilmirəm." Titrəşmə də hiss edirsən?" "Necə yəni?" "Bir dəqiqə otur və qulaq as. Bunu eşidə bilmirsən, amma hiss edirsən. Sanki hardasa nəsə zoqquldayır. Bütün gəmini və səni də özü ilə birlikdə titrədir. Qulaq as." Bəli. Greg, səncə bu nədir? Bəlkə elə bizdən? Ola bilər. Powell yavaşca bığını sığalladı. Amma gəminin mühərriki də ola bilər. Ola bilsin hazırlaşır. Nəyə? Ulduzlar arası sıçrayışa. Yəqin sıçrayış yaxınlaşır və Tanrı bilir nəyə bənzəyir. Donovan fikrə getdi. Sonra dəli kimi dedi. "Cəhənnəmə, qoy nə olur olsun. Amma kaş mübarizə apara biləydim. Oturub gözləmək qüruruma toxunur." Təxminən 1 saat sonra Powell metal stolunun üstündəki əllərinə baxdı və donub qalmış halda dedi. "Divara toxun, Mike." Donovan toxundu və dedi. "Silkələndiyini hiss edirəm, Greg." Hətta ulduzlar da parlaqlığını itirmişdi. Sanki divarın içindən hardasa nəhəng bir maşının topladığı gücün anlaşılmaz təsiri gəlirdi və qarşıdan gələn sıçrayışa hazırlaşırdı. Hər şey qəfildən və ağrılı oldu. Powell donub qaldı. Az qala oturduğu yerdən atılacaqdı. Donovana baxdı.
və onun zəif qışqırığı altında gözləri qaraldı. Bədənində nəsə qıvrıldı və getdikcə qalınlaşan buz təbəqəsi ilə mübarizə apardı. Bir şey qırılıb düşdü və parlaq işıqların və ağrının arasında fırlandı. Düşdü, fırlandı, təpəsi üstə düşdü. Səssizlik çökdü. Bu, ölüm idi. Bu, hərəkətin və duyğuların olmadığı dünya idi. Qavraya bilməyən şuurun, qaranlıq və səssiz şuurun hökm sürdüyü və mübarizənin işə yaramadığı bir dünya idi. Daha çox sonsuzluğun dərki idi. O, balaca, ağ bir sap kimi idi, soyuq və qorxaq. Sonra şirin və əks sada verən sözləri eşitdi. Sözlər Powell'in başı üstündə dolanmağa başladı. Son zamanlar tabutunuz sizə uyğun gəlmir? Onda niyə qorxunc kadavrın elastik tabutlarını yoxlamırsınız? Onlar elmi olaraq bədən quruluşuna uyğun tərtib olunub və B vitamini ilə zənginləşdirilib. Rahatlıq üçün kadavrın tabutlarını istifadə edin. Unutmayın, siz uzun müddət ölü qalacaqsınız. Bu tam da səs deyildi. Amma hər nə idisə gürültüdən pıçıltıya çevrilərək yoxa çıxdı. Powell boş-boşuna ağ sap ətrafında olan xəyali zaman dalğaları ilə mübarizə apardı və sürətlə artan melodiyanın 100 milyonlarla soprano, 100 milyonlarla xəyali səsi altında çöktü. Rəzillər, siz öləndə çox şad olacağam. Rəzillər, siz öləndə çox şad olacağam. Çox şad olacağam. Şiddətli səs dolambac pilləkən kimi yüksəldi və ağrıya çevrildi. Ağ ip ağrıdan büküldü, sakitcə gərildi. Səslər adi və çox idi. Sanki çoxlu adam danışırdı. İzdiham təpəsi üstə duran Powell'in içindən, arxasından, üzərindən sürətlə keçirdi. Sonda bu səslər sözlərə çevrildi. Səni harda tutdular? Bərbad görünürsən. Məncə cəhənnəmdən, amma vəziyyəti başa düşdüm. Cənnətə getdim, ancaq qoca müqəddəs Pyotr. O mənim dayağımdır. Onunla çox iş görmüşük. Ey, Sam, bura gəl. Vəkilim var. Şeytan deyir ki, davam edirsən, sevimli şeytanım. Mənim Sam'lə görüşüm. Bütün bu söhbətlərin arasında başdan bəri danışan gürültülü səs nərildəyib hər tərəfə əks sada verirdi. Tələsin, tələsin, tələsin. Tərpənin və bizi gözlətməyin. Növbə çoxdur. Sertifikatlarınızı hazırlayın və Pyotrun onları mühürləyib mühürləmədiyini dəqiqləşdirin. Münasib giriş qapısında olub olmadığınızı yoxlayın. Hamıya çatacaq qədər alov var. Ey sən, aşağıdakı, özünə növbə tut, yoxsa... Ağ sap olan Powell bu səsin qarşısında boyun əydi və sanki onu işarə edən barmaq iti bıçaq kimi bədəninə girdi. Səslər yüksələrək göy qurşağına çevrildi və parçaları Powell'in ağrıyan başına töküldü. Powell yenidən stulda idi və titrəyirdi. Donovanın gözləri yavaş-yavaş açılırdı. Onlar iki böyük şüşədən hazırlanmış mavi şara bənziyirdilər. Greg, o hıçqıracaqmış kimi pıçıldadı. Sən də öldün? Ölmüş kimi hiss etdim. Öz cırıldayan səsini tanımadı. Donovan ayağa durmağa çalışsa da bacara bilmədi. Biz sağıq yoxsa ölmüşük? Mən canlı hiss edirəm. Eyni boğuq səs ehtiyatla dedi. Sən nəsə eşitdin? Öləndə. Donovan fasilə verdi və sonra yavaşca başını hə anlamında yellətdi. Bəs sən? Bəli. Tabutlar haqqında eşitdinmi? Ya mahnı oxuyan qadınları və cəhənnəm qabağındakı növbəni eşitdinmi?
Donovan başı ilə inkar etdi. Sadəcə bir səs. Ucadan? Yox, sanki barmaqlarının ucu ilə nəyisə didişdirirdilər. Cəhənnəm alovu haqqında vəz kimi idi. İşgəncələri təsvir edirdi. Yəni bilirsən, bir dəfə də belə bir vəzə qulaq asmışdım. Onu tər basmışdı. Otağa günəş işığının düşdüyünü hiss etdilər. Zəif, ağımtıl mavi idi və uzaqdakı parlaq noxud boyda işıq günəş sistemi deyildi. Powell titrəyən barmağı ilə siferblatı göstərdi. Əqrəb qürurla 300.000 parseki göstərirdi. Powell dedi. Mike, əgər bu düzdürsə, deməli biz galaktikadan tamamilə çıxmışıq. Greg, lənətə gəlsin, inanmaq olmur. Günəş sistemindən çıxan ilk insanlar olduq. Bəli, elədir. Günəşdən xilas olduq. Galaktikadan da. Mike, cavabı bu gəmidir. Bu, bütün insanlıq üçün azadlıq deməkdir. Mövcud olan bütün ulduzlara səpələnmək azadlığı. Milyonlarla, milyardlarla, trilyonlarla ulduzlara. Bu yerdə ağır-ağır kresloya oturdu. Bəs geri necə qayıdacağıq, Mike? Donovan əsə-əsə güldü. Problem yoxdur. Bizi bura gəmi gətirdi, gəmi də qaytaracaq. Biraz lobiya yeyəcəm. Amma Mike, bir dəqiqə. Mike, bəs bizi bura gətirdiyi kimi geri qaytarsa... Donovan fasilə verdi və ağır-ağır stoluna söykəndi. Powell davam etdi. Yenə ölməli olacağıq, Mike. Donovan ah çəkdi. Ölməliyiksə ölərik. Əsas odur, həmişəlik ölmürük. Susan Kelvin indi yavaş-yavaş danışırdı. 6 saat ərzində beyni danışmağa məcbur etmiş, amma müvəffəqiyyətsizliyə düçar olmuşdu. O eyni sözləri təkrarlamaqdan, dolayı yolla danışmaqdan, hər şeydən bezmişdi. Qulaq as beyin, bir məsələ də var. Mənə sadə bir cavab vermək üçün cəhd eləməlisən. Ulduzlar arası sıçrayış mövzusunu tam qavradınmı? Yəni gəmi onları çox uzağa aparacaq. Nə qədər getmək istəsələr, Susan xanım. Tanrım, əyrilikdən keçmək oyun oyuncaq deyil. Bəs digər tərəfdə nə görəcəklər? Ulduzlar və başqa şeylər. Kosmosda nə görə bilirlər axı? Növbəti sual ağzından bilmədən çıxdı. Yəni yaşayacaqlarmı? Əlbəttə. Ulduzlar arası sıçrayış onlara zərər verməzmi? Beyindən səs çıxmayanda Kelvin donub qaldı. Budur. O, vacib nöqtəyə toxunmuşdu. Beyin! O, yazıq-yazıq xahiş etdi. Beyin, məni eşidirsən? Beyin zəif və titrək səslə cavab verdi. Cavab verməliyəm. Yəni, sıçrayış haqqında olan suala. İstəmirsənsə xeyr, amma maraqlı olardı. Yəni, istəsəydin. Susan Kelvin narahatlığını gizlətməyə çalışdı. Ah, siz hər şeyi korlayacaqsınız. Psixoloq yerindən sıçradı. Üzündən görünürdü ki, hər şeyi başa düşüb. Aman Tanrı, onun nəfəsi kəsildi. Aman Tanrı. Saatlardır, günlərdir çəkdiyi gərginlikdən azad olmuşdu. Bir müddət sonra Lenningi başdan etməyə çalışırdı. Əmin ol, hər şey yaxşıdır. İndi icazə ver tək qalım. Gəmi içindəkilərlə birlikdə sağ-salamat geri qayıdacaq. İndi istirahət etmək istəyirəm. İstirahət edəcəm. Çıx, get. Gəmi necə getmişdisə, elə də sakitcə qayıtdı. Əvvəlki yerinə endi. Əsas qapı açıldı. 2 adam ehtiyatla çıxdı. Kobud, təzə çıxmış saqqallarını qaşıdılar. Onlardan kürən olanı yavaş-yavaş və məqsədyönlü şəkildə əyildi və beton yeri xüsusi canfəşanlıqla öpdü. Toplaşan izdihamı əl yelləyib dağılmaqlarını istədilər.
Təcili yardım maşınından xərəklə tələsə-tələsə yaxınlaşan işçilərə ehtiyac olmadığını bildirdilər. Gregory Powell dedi: "Ən yaxın duş hardadır?" Onları apardılar. Hamı böyük masanın ətrafına yığışdı. Bu, ABŞ Robotlar və Mexaniki Adamlar şirkətinin beyinlərinin iclası idi. Powell və Donovan qəribə hekayələrini həyəcanla və aram-aram danışdılar. Davamında gələn səssizliyi Susan pozdu. Aradan keçən 1-2 gün ərzində öz soyuq, dözülməz xasiyyətinə geri dönmüşdü. Ancaq yenə utandığı hiss olunurdu. "Ciddi danışaq, hər şeyin günahı məndədir. Bu məsələni beyinə ilk dəfə göstərəndə, ümid edirəm bəziləriniz xatırlayır, dilemma yaradacaq məlumatı rədd etmənin vacibliyini uzun-uzadı vurğuladım. Bunu edərkən belə bir şey dedim: İnsan ölümü səni həyəcanlandırmasın. Biz buna əhəmiyyət vermirik. Sadəcə səhifələri qaytar və hər şeyi unut." Sonra nə baş verdi? Lenin soruşdu. Sonra ona deyildi ki, ulduzlararası sıçrayışın minimum ara məsafəsini göstərən tənlikləri hesablasın. Bu da insan ölümü deməkdir. Consolidated'in maşını da buna görə tamamilə xarab olmuşdu. Ancaq mən beyin üçün ölümün əhəmiyyətini azaltdım. Yəni tamamilə yox. Çünki birinci qanun heç vaxt pozula bilməz. Ancaq dediklərim kifayət etdi və beyin tənliyə ikinci dəfə baxa bildi. Beləcə bir müddət keçdikdən sonra insanların yenidən həyata qayıdacağını başa düşdü. Gəminin maddə və enerjisi də yenidən mövcud olacaqdı. Yəni bu dırnaqarası ölüm keçici bir fenomendir. Başa düşdünüz? O ətrafa göz gəzdirdi. Hamı qulaq asırdı. Davam etdi. Beləcə beyin kağızları qəbul etdi. Ancaq yenə də müəyyən problem yarandı. Keçici ölüm və ölümün əhəmiyyətinin azaldılması belə onun balansını pozmağa bəs etdi. Sakitcə sözlərini tamamladı. Onda yumor hissi ortaya çıxdı. Bu bir növ xilasdır. Reallıqdan qismən xilas olmaq yolu. Buna görə də zarafat etməyə başladı. Powell və Donovan ayağa qalxdı. Nə? Powell qışqırdı. Donovan fikrini daha rəngli və təmtəraqlı formada bildirdi. Belədir, Kelvin dedi. O sizin qayğınıza qaldı və təhlükəsizliyinizi təmin etdi. Ancaq siz gəmini idarə edə bilmədiniz. Çünki onlar sizin üçün yox, dəcəl beyin üçün hazırlanmışdı. Biz radio vasitəsilə əlaqə saxlaya bilsək də, siz cavablaya bilmirdiniz. Yeməyiniz çox olsa da, hamısı lobya və süd idi. Sonra siz öldünüz və yenidən doğuldunuz. Amma ölüm müddətiniz maraqlı oldu. Kaş biləydim o bunu necə edir. Bu beynin heyrətamiz zarafatı idi. Amma niyyəti pis deyildi. Niyyəti pis deyildi? Donovanın nəfəsi kəsildi. O balaca küçüyün boynu olsaydı onu qırardım. Lenin əlini qaldırıb onu sakitləşdirdi. Yaxşı, bütün bunlar xoşa gələn deyildi. Amma keçdi getdi. İndi nə edirik? Bogert sakitcə dedi. Kosmos əyrilik mühərrikinin təkmilləşdirilməsi açıqca bizim öhdəmizə qaldı. Sıçrayış aralığını qısaltmağın bir yolu olmalıdır. Əgər varsa, biz böyük ölçüdə super robotu olan tək şirkətik. Buna görə də hamıdan əvvəl onu tapmalıyıq. Sonra ABŞ robot ulduzlararası səyahəti reallaşdıracaq və insanların galaktikada imperiya qurmaq fürsəti olacaq. Bəs Consolidated məsələsini necə edək? Lenin dedi. Donovan qəfildən onun sözünü kəsdi. Bir təklifim var. Onlar ABŞ robotun başına oyun açdılar. Vəziyyət gözlədikləri qədər pis olmadı. Hətta yaxşı oldu. Ancaq onların niyyəti yaxşı deyildi. Bunun da əziyyətini ən çox Greg və mən çəkdim. Deməli belə, bizdən bir cavab istədilər və alacaqlar. Gəmini onlara göndərin və qarantiya verin. Beləcə, ABŞ robot onlardan həm 200 mini, həm də gəminin düzəldilmə xərclərini ala bilər.
Əgər gəmini test eləsələr, beyin normal vəziyyətinə qaydana kimi biraz da onlarla zarafatlaşar. Mənə elə gəlir bu düzgün və ədalətlidir. Lenin soyuqqanlıqla dedi. Bogert fikirli-fikirli əlavə etdi. Müqavilənin şərtlərinə də uyğun gəlir.